standart var. Hər proyektin özü olur, MS microservice sayılır. Bir də BFF olur. Adı BFF gedir. BFF niyə BFF? Backend for frontend sayılır. Okay. Yəni frontend ora gəlir. Birbaşa sizin əsas proyektinizə girmirsiniz. Frontendi bir dənə araya salırsınız. Oradan keçib filtrdən də hepsi proyektinizin, əsas proyektinizin içinə daxil olur. Birbaşa proyektin içinə frontendi buraxmırsınız. Çöldən gəlir. Client vasitəsindən girir, çağırır bura. Vein client'in mənası nə deməkdir? Bu BFF-dir. Frontend gəlib bunu çağıracaq. Bu isə client'dir. Yəni bu proyektin müştərisidir. Bu proyekt götürüb bir yerdə bunu çağırır. Asıldır yəni bundan. Deməli bu proyekt nədir? Müştəri proyekti. Bu əsas proyekt. Sizin yazdığınız bütün kodlar hansı əsas kodlar bunun içində olur həmişə. Biz bir dənə araya bir başqa proyekt yaratdıq. Hansı ki onunla bunun arasında müştəri rolunu oynayır. Daşıma rolunu oynayır. Okay. Gəlin o praktiklara baxaq. Burada what is a BFF? The backend for frontend mənasında verir. İndi gəlin BFF-in ümumiyyətlə sıfırdan başlayıb bir yerdə quraq ki, BFF nə deməkdir? Bu keçən dəfəki app-dir bilirsiniz də. Create eləyir, get eləyir produktu, get all eləyir, update eləyir, bir də delete eləyir. Okay, bu bildiyimiz bir şeydir. İndi biz BFF yaradırıq. BFF necə yaradılır? Və yeni bir dənə sıfırdan bu sizin MS-inizdir, microservice. Okay. Bu sizin microservice app-inizdir. Məsələn, bu Zeynalın yazdığı app-dir. Okay. İndi mən gələrəm bura, bir dənə new project verirəm. Spring tipində yaradıram ki, BFF product application. Yəni BFF görürüz, burada yazmışıq BFF. Və next verirəm. Deməli, bizim hansı kitabxanalarımız olacaq sizcə? Bir web default olaraq, çünki port olmalıdır bizdə. Web yazanla baş verir, Tomcat port verir bizə. 80, 80, 80, 81 və s. Ona görə biri webdir. O webi yazdım. Biri Lombokdur. Lombok bilirik namımız mənası nədir? Lombokun. Biri Lombokdur. Bir dənə də ən önəmlisi olan nədir? Fein client. Həm bu Fein client'i biz burada istifadə edəcəyik. Fein, Open Fein görürsə bu. Bunu istifadə edəcəyik. 3 dənə kitabxana, Web, Lombok, Open Fein. Yox, burada. Yox, burada yox. Bu proyektin heç bir şeyi rolu yoxdur. Yəni bazaya qoşulma rolu yoxdur. Bazaya müraciət rolu yoxdur. Heç bir şəkildə bazaya qoşulmaz BFF. BFF olur ki, arada bir dənə BFF-in olur ki, arada bir dənə rol olsun. Həmin front gəlsin bunun içindən keçib getsin MS-ə çıxsın. Bir dənə rol oldu. Front görə biləcəyə qədər icazə verir ki, sən bunları görə bilərsən. Yes. Birbaşa sən kontrol və girişə icazə verir. Bir dənə çox istəyirəm, çox. Alo, Hüseyn, dərsdəyəm, nə idi ki? Dərsdəyəm, nə idi? Okey, danışmısan özün ondan? Danışmısan yoxsa yox? Yaxşı. Okey, üzr istəyirəm. Biz webi yaratdıq, Lombok'u yaratdıq, Open Fein yaratdıq. Yəni bunun adı Fein client. Və bir dənə create verirəm. New verəcəm. Yarandı. Bu da mənim BFF-imdir. Mən bu BFF-i götürürəm, atıram araya. Və app yarandı. Hər şeyi buradan silirəm artıq şeyləri. Appim yarandı. Sonrasına baxıram ki, hər şey normal necə app olur. Bu da eyni formatda proyekt. BFF application. İndi gəldik əsas məsələyə. Baxın, bizim nələrimiz olacaq? Ən birinci hissədə Gradle'ımız var. Düzdür, Gradle bilirik də nədir? Gradle'ın içində kitabxanalarımız olur və s. Spring'imizin versiyası var. Məsələn, 3.1-dir burada. Cürbəcür versiyadan Spring istifadə edə bilərsiniz. Kitabxanalarımız nələr olacaq? Dependensilərimiz. Web yazdıq, Open Fein bildiniz, Lombok'u da bildiniz. Bir də bu Spring Boot Starter testi zaten öz default olaraq verir sizə. Unit testləri keçəndə biləcəksiniz bu nə üçün lazımdır. Starter test. İyi, bu hissəsi də bu şəkildə olacaq. İndi mən BFF yaratdım. Bu. BFF Product Application. Bir dənə run edib yoxlayaq ki, bu nə vəziyyətdədir. Simple just run verəyim. Görək bilməyəcək, proyekt qalxırmı? App qalxdı məsələn, bez problem. Görsə işləyir. Appdə problem yoxdur. İndi gəlirik hara? Baxın, birinci bir dənə BFF-in nümunəsidir bu bizim əlimizin altında. Bizdə burada MS, əsas proyektimiz burada MS. Kontrolörüm var, servisim var, repom var. Modelim falan, map burada lazım deyil elə ki bizə. Testi də saymıram, testi biz boş yeri yaratmışdıq deyəsən test üçün. Biz bir dənə nə yaradırıq? Product controller. Burada nə qədər şey varsa, söhbət controllerdan, servisdən gedir. Bir də DTO-dan gedir. Hamısını eynisini orada yaradırıq. BFF-in içində entity yaradılmır. Niyə yaradılmır? Sual. Yox, bizim databasamızda əlaqəli deyil. Deyil. Yes. Bütün məlumatlar verilmir istəsən. Yes.
Entity birbaşa nə deməkdir? Yəni entity varsa deməli orada databaz olmalıdır. Okay. İndi gəldim bura. Bax adı nədir? Product controller. İndi gəlirəm bura. Bir dənə controller yaradıram. Controller. Bunun adını da verəcəm klassın adını. Product BFF controller. Yaratdım. Okay, bu hazırdır. İndi gəlirəm bura. Baxın mən bunu yaratdım hal-hazırda. Bir dənə buna nə verirəm? Request mapping verirəm. Okay. Yəni verir request mapping. Hansı ki postmandan çağıra bilək deyə. REST controller add request mapping deyə bura verək ki API test. API test. Bura qədər hər kəs aydındır. Bu mən neynədir? Bu nə üçün lazım idi? API test. Qaranlıq olan var ki məsələn. Yoxdur. Bu postmanın çağırılması gerekiyor. Yes. Bir dənə də servis çağırıram. Bax servis yaradıram. Servis. Eynən product BFF servis. Product BFF servis. Belə başa düşün ki, burada controller servisinə varsa eynisi burada olacaq. Bir fərq olacaq, onu da deyəcəm birazdan. Servisin də üstündə service annotation veririk. Komponent olaraq tanıdırıq Spring-ə. Düşürük aşağı. Bir dənə də üçüncü klassımızın adı nə olacaq? Ditio, bir də client. Bir dənə client yaradım. Client yaratdım. Client nədir? Bax, mən bu app'im demişdim, axı müştəridir, clientdir. Mənim bu gəlib bunu çağıracaq. Düzdür. Deməli, bunun adı nədir? E-commerce application deyil. Mən də yazıram bura. E-commerce client. Yəni bu app neyəcək? Dolaylı gəlib o app'ı müraciət edəcək birazdan. Enter'i bastım, amma interfeys yaradıram. Çünki bu app'in tək işi onu çağırma olacaq. Birazdan izah edəcəm nəyə görə interfeysdir. Interfeys nə deməkdir? Klassın fərqi nə idi interfeysin? Yoxdur. Yəni Fein client'də də body olmur. Çünki bu ancaq məntiq yazılmaz Fein client içində. Fein client ancaq çağırmaq işinə baxır. İndi göstərəcəm. Və yaratdım. E-commerce client-də hazırdır. İndi baxın. Mənim kontrollerim hazırdır. Kontroller üçün doğal olaraq nələr olmalıdır? Dependency injection olmalıdır. Eyni bu app'imizin məntiqi kimidir. Mənim kontrollerim gedib servis çağıracaq, servisə gedib client çağıracaq. O birisi app deyəcək idi, servisə gedib nəyə çağırırdı? Repository-nə. Bax burada. Servisə gedib repository. Mapper yox, bu repository çağırırdı. Amma indi repository çağırmayacaq, client-ə çağıracaq. Çünki BFF-in client repository'si olmur. Düşürəm aşağı. Private final product BFF service. Product BFF service. Yaxınlaşıram konstruktorunu da yaradıram. Yarandı. İndi gələk propa. Eyni burada nə varsa oraya yazırsın. Burada nə var məsələn? Save var. Nə product itionu götürür yazır. Mənim burada product itionu yoxdur axı. Təzədən bir dənə product itionu yaradıram. Bax bura gələrəm. Deyirəm ditio. İçinə də verirəm ki product BFF ditio verək. Məsələn adını deyək ki. BFF ditio. İndi gəlirsiniz burada sizin ditiovunuzun içində nə var? Nə varsa bunu götürürsünüz. Nə varsa. Gəlirsiniz atırsınız hara bura. Okey. Nə varsa götürürsünüz, gəlirsiniz atırsınız bura. Atdıq mı atdıq. Bu nə istəyir bizdən? Product in public should be declared in a file name product ditio.java. Hə. Product BFF ditio da burada. BFF ditio. Bax burada qəliz kod yoxdur. Hamısı keçkilərimizdir. Controller, servis, bir dənə bu yeni olacaq, onu göstərirəm. Düşdüm aşağı. Bir dənə controller indi metod yaradırıq hal-hazırda. Baxın, burada nə var bizdə? Create var. Düzdür. İndi bir dənə create metod yaradırıq. Bu mənim əsas appim bu deyil idi. Bu idi axı. Nə var burada? Create. Nə edir? Product itionu götürür, yaradır. Bax, bunun içində məntiq var. Görürsünüz, sadə məntiq. Amma BFF olmayacaq. Gəlirəm BFF-ə. Nə qaytarır geri? Public response entity product itio. Okay. Public response entity. İçində də tipi nədir? Product itio. Product BFF itio. Və nə edir? Bunun işi nədir? Create eləmək. Arxasına baxıram. Request body ilə product itionu göndərir. Düzdür? Eynisini gəlib buraya yazırsınız. Add request body product BFF ditio. Product BFF ditio. Yaratdım. Burada çətinlik var. Eynisini köçürdüm. Bir dənə fərqi olacaq ki, burada body olmayacaq birazdan. Bax bu body. Yox, elə yox. Bax bu var, məntiq olmayacaq, üzr istəyirəm. Məntiq yazılır burada. Burada məntiq olmayacaq. Necə olmayacaq göstərəcəm. Düşürəm eyni bura təzən servisə.
Servisin də içində bir dənə yaradıram. Baxın burada iki misal üçün. Bir dənə dependent injection verirəm və onu inject edirəm bura. Üçürəm. Deyirəm private final. Nəyi inject edirəm? E-commerce client. E-commerce client. E-commerce client. Bir dənə konstruktor verirəm. Bitdi. İndi düşürəm aşağı. Bir dənə e-commerce client'in əsas budur. Bu üçün gəldi. Client'in için strukturu baxın bu şəkildə olur. Bu yazılış görsə burada Fein client. Və önəmli olan bizdə budur. Fein client. İndi onu axırda yazacağam. Birinci sadə bu hissəsini yazaq bəsdir. Bu hissəsi nəyə əsasən yazdınız? Birinci onu izah etdim. Baxın. E-commerce yapalım. Bir dənə bura çox diqqətlə qulaq asın. Fein client'ini izah edirəm. Burada nə baş verir hal-hazırda? Products /postman girib /products yazanda avtomatik olaraq ya bura düşür, postla göndərirsə düzdür. Çünki products'ın sonra başqa şey yoxdur axı. Birbaşa bunu görür ancaq. Yox /id versə bura düşərdi. Və s. və s. İndi mən gəlirəm koda. Bax koda gəldim. Mən klientimin məqsədi nə idi? O bir səhvi çağırsın. İndi burada bir koddan mən o bir səhvi çağırmağa başlayacağam. Okay. Məhəmməd deyəsən gəlir. Salamlar. Axşamınız xeyir. Ben sakın bozulmaz ya. Yo burada puf var bir dənə. Tamam da koyacağım. Var istəyirsən qoymuş. Mən aradım. Biz davam edelim Məhəmməd. Təzə üstündən keçəndə izah edəcəm sənəcə. Nə yarattım? E-commerce client interface. Hə bunun işi nədir? Hə bunun işi digər to call another project. Okay. İndi baxaq bura. Mən bu endpoint çağırmağa çalışacağam. Bu endpoint nələri var burada? Post mappingdir, public response entity product yox, create'dir. Gəlirəm bura. Düşürəm aşağı. Deyirəm post mapping. Gəlirəm. Bura nə yazmışam? Bunu götürürsünüz. Bütün burada nə varsa, baxın body'si olmadan götürürəm, ancaq header götürürəm. Atırsınız bura. Şə. Bir dənə də product BFF deyir da bizdə. Şə. Bu hazırdır. Burada interfeysə buna ehtiyac yoxdur. Public yazmağa ehtiyac yoxdur. Bu belə. Okay. Baxın eyni bu yazılışdır. Product BFF deyir create. Product BFF deyir create. Yoxsa. İndi burada response entity verdim. Sadə də verə bilərsiniz, response da verə bilərsiniz. Fərq eləmir. Biz onu sadə tutaraq birazdan. İlk düşürük aşağı. Bu bizim birinci endpointimiz idi. İkinci endpointimizdə nə var? Product deyir get by ID bla bla bla. Düzdür. Yenə baş hissəsini götürürsünüz. Bir dənə fərq nə idi? Bax. Burada nə var? Create-də products və yaradır. Düzdür. Deməli bura nə yazırsınız? Bura bir dənə yazırsınız. Products. Elə bil burada nə varsa ora köçürürsünüz. Bunun post mappinginə avtomatik olaraq bunu götürürük özünə. Deməli siz də ya buradan yaradırsınız. Şö. Response entity-ni də hələ ki silək. Bizə lazım deyil. Şö. İndi düşürəm aşağı. İkinci endpointim nədir? Get by ID. Bu. İndi eyni bunu yazacağam. Gəlirəm bura. Deyirəm ki add get mapping. Niyə get mapping? Çünki bu nədir? Get mappingdir. Products. Şö. Gəlirəm belə. Products slash nə var burada? ID var. Slash qoyuram. Bu ID-ni yazıram ara bura. Bu da hazırdır. Bir gəlirsiniz bu body hissəsi var. Hə. Adresini verirsiniz təbii ki var. Gəlirsiniz bunu götürürsünüz. Ancaq header'ına body'sinə ehtiyac yoxdur. Bura atırsınız. Bu da hazırdır. Ha bu da yerində. Yox, public istəyirik, ehtiyac yoxdur. Belə sadə, simple qalır. Bu şəkil. Nə yazdım? İkisini yazdım. İndi bu ikisini işlədək, o biriləri sonra yazarıq. Get create var, get by ID var. İndi gəlirəm servisimin içinə. Kömək eləməsində. Create nə deyir? Public void create bla bla bla. Nə iş görürdü orada? Yazıram bura public product BFF DTO. Deyirəm create.
Product BFF DTO, Product BFF DTO. Görürsünüz, bunu çağırıram hal-hazırda. İçində məndən nə gözləyəcək bu? Göndərəndə avtomatik olaraq. Bir dənə Product BFF DTO gözləyir. Okay? Heç nə əmrəm mən. Düşürəm bura. Deyirəm return e-commerce client. Nəyə görə? Çünki e-commerce client çağırıram bax mən. Bunu çağırıram. İnjekləmişəm bax. E-commerce client nöqtə create. Create məndən nə gözləyir bunun içində? Da bu. Nə gözləyir? Product BFF DTO. Heç nə. Gəlirəm bu BFF DTO-nu göndərirəm onun içində ona. Deyirəm gəl gözlədiyi və attım sənə tut. Tutdu. Şey yoksa, bir de poster'ı noktada kim yazdığını şey yoksa. Oxşadı ha. Bax create yazdıq. Все. Create artıq biz nədir? Tətbiq elədik. Bir dənə qaldı get by ID. İndi onu da yazaq. Düşürəm aşağı. Get by ID-nə qaytarır geriyə. Product BFF DTO qaytarır. Eyni şey. Deyirəm public product DTO get by ID. Long ID. Niyə long ID verdim? Çünki bu məndən nə gözləyir? Long tipində ID gözləyir. İşə qutardı. Bu da hazır. Return e-commerce client.get by ID. Gəlirsiniz nəyə çağırırsınız, bunu çağırırsınız. Fan client bu. Qəliz bir şey var burada. Kiməsə qəliz gələn, yəni ultra bir başa düşmədiyimiz bir şeylər var. Hal-hazırda e-commerce client'ı götürdüklərin hamısı bizim ofisi şeyimizə bölüm götürülüyor. Hamısını olduğu məcbur götürməlisiniz. İmini bu klasdan söhbət edirəm burada. Adından birdən bura məsələn S yox. SSS versəz, gedib axtaracaq ki, SSS hanı yoxdur. S var. Yox tapmayacaq. Amma bunu S eləsəz deyir, ha, buradaymış. Çünki create göndərir ona request. Çünki o create adını təyin edir, çünki post map'ini göndərirsən. Yəni hər adlandırmadan unique olur, bir dənə olur. Ya post olur, ya get olur. Çünki bu adlandırmaya göre get tapdı o. Ha, adlandırmaya görə. Adlandırmaya görə get tapdı. S-ləri silirəm, servisində yazdım. Bir dənə qaldı nəyə? Controller. Controller deyirəm ki, product BFF service.create bu. Bir də düşürəm aşağı inirəm, return verirəm geriyə. Bunu da silək. Belə. Gördünüz? Bir dənə də get by ID-ni də yazaq bitsin. Get by ID bu məntiqdir. Public product BFF DTO get by ID, ID-ni göndərirsiniz və s. və s. Təbii ki, ID-ni burada göndərən necə göndərirsiniz? Onun qabağındakı tipi var. Pez variable-la göndərirsiniz. Add pez variable. Все. Bu da import. Hamısı hazırdır. Controllerim hazır. BFF servisim hazır. Clientim hazır. Bir dənə qaldı nə? YAML faylim. Bu. Buna digərlər də yazılmalı, yoxsa belə bəs edir? Nə? Proqram əməkdə. Yox, hamısını yaza bilərsiniz. 40 dənə yaza bilərsiniz. Amma hal-hazırda birini yaradacağam və sonra onu getirəcəm. Tez yaradıb görək, sonra arxasını yazarıq. Problem deyil. Product BFF service və s. Bir dənə də axırda yazırız bunu. Bax, application.properties deyə bir şey o köhnəlib. Biz nə istifadə edirik? Application.yaml. YML yaratdım. İndi düşürəm. Gəlirəm dokumentasiyama. Bunu görürsünüz. YAML fayldır. Bunu atıram ora və izah edəcəm. Bunu qətiyyən əzbərləməyin ehtiyac da yoxdur. Belə şeylər əzbərləməyə. Və gəlirəm YAML faylımın içinə. Deyək ki, BFF Product Application. Və burada nə var? Spring Application, application'ımızın adıdır. BFF Product Application. Server portdur. Hansı portda hepiniz qalxacaq. Application Client, bax, önəmli olan budur. Fan Client Config Default Connect Timeout, Read Timeout, Logger Level var. Bunlar hepsi nə deməkdir? Yəni, atıram, 2 əpiz ayaqdadır. Bu gəlib client çağırmaya çalışır, 10 saniyə gözləyir. Məsələn, burada deyirik ki, məsələn, 5 saniyə gözlə. 5 saniyəyə görə o bir application cavab gəlməzsə error at. 500 at, deyək ki, cavab gəlmir. Yəni, sistemi dayanıb dirib yormadı orada. Bildiniz necə? Bu mənası odur. Connect timeout verir. Çünki axırda deyəcək connection timeout error alacaqsınız. Ən önəmli olan budur. Application Client Product MS. Bu istədiyimiz adı verə bilirik bu Product MS falan. Əsas budur. Və bu. Sizin bu app var, e-commerce. Var, deyirəm. MS bizim gördüyümüzdə. Necə? MS bizim gördüyümüzdə. Hə. Bu app 90-cıda qalxır. İndi baxaq görün necə qalxır. 80-80 dəyişmişdim deyəsən mən. Hə. Bax, port nədir? 80-80. Düzdürmü? Ona görə siz o birisi appdə 80-80 verməlisiniz ki, bu ikisi də ayaqda onda bir-birini görə bilsinlər. Bu 90-90 olsaydı, qayıdıb bunu 90-90 edəsəydiniz.
And olsun. Port. Bu app'in portudur. Ha. Buna aidiyyəti yoxdur. Bu yeb o bir çağıracağı app'in adını axtarırsan burada. Məsələn, Jack işçisi deyirlər 14-cü mənzilə get. 14-ü verirlər ki, ged ora. Bu indi Jack işçisi deyir ki 80-80-ci mənzilə get. 80-80 arada burada ayaqdadır. Vəsə, yeb onu tapacaq. İndi birazdan göstərəcəm debugdan ki, debug bir app'dən bir app'ə necə tullanır. Ən maraqlı hissəsi oradır. Okay. By URL of your product microservice. Sən microservice product'ın URL-dir. İndi gəldim bura. E-commerce hazır, bu hazır, bu hazır. Bir dənə qaldı nə? Post mapping və get mapping qaldı. Yazıram bura post mapping create. Bir də yazıram bura get mapping ID. Okay, ID bura gəlir, create də gəlir, bu bura çıxır. İndi gəlin bir dənə app test edək bir yerdə. Amma test etməmişəm. Bax, görək hər şey yerindədirmi? YAML burdadır. Həqiqətən də mənim proyektim 80-80-də qalxdı və s. və s. və s. İndi gəldik bura və görürəm burada hər şey qaydasındadır. Həmişə proyekti yazmamışdan bir dənə web endpoint olsun hər bir proyektdə. Və public string test. Bu best practice. Bu nəyə görə lazımdır deyəcəm. Ümumiyyətlə, ayrı bura request göndərin görün ki, gəlib requestsiz postmandan app'inizə gəlib çıxırmı sadə. Siz nəyə görə bunu göstərdim? Birbaşa kodu hazır yazıb request göndərirsiniz. Xəta olarsa deyə bilərsiniz ki, həqiqətən burada kodda problem var. Heç bəlkə də heç kod request gəlib koda çatmır. Onun garanti işlədiyini bildiyiniz sadə bir dənə endpoint yazırsınız. Adı üstündə tested. Gəlirsiniz indi app'ı qaldırırsınız. Bu mənim postmanımdır. Gəlirəm bura, app'ı run edirəm. Birinci bunu run edirəm. Onsuz ayaqdadır, 80-80-də. Sonra bunu run edirəm, bax. O qalxsın. Okey. Aldığım xəta nədir? Birini tapmır. Bir nədir? Scan package deyə bir şey var. İndi onu göstərəcəm sizə. Budur. Okay. BFF terminal order. Bayaqkini söndürdüm mən. Eliminator proyekt var idi. Ha burada. BFF commerce app. Burada əsas app'in içində görün nə var? Enable Fein client var burada. Bunu verməsəz Fein client sizdə işləməyəcək. Base packages verirsiniz. Fein client var, bu Fein client. Hardadır onu atırsınız ora. Okay. İndi baxın. Bunu götürürəm. Gəlirəm app'imin içinə. Main classın içinə gəlirəm. Altına atıram bunu. Atdım. Bu niyə görmür? Çünki deyirlər org example belə ad yoxdur məndə. Bəs səndə nə var? BFF product application. Gördünüz, tapdı. Client'dakini gördü ki, client'in buradadır. Bir də sizdə bir dənə lazım olan class nədir? Onu da yazırıq. Bütün Fein client'lə bağlı asılınız qutarır. Sizə ən simple Fein client, amma ən optimal Fein client'i göstərirəm hal-hazırda. O da nədir? Config var. Bu config. Bunu yazacaq birazdan sizdən. İndi bunu götürürəm. Konfigləri çox əzbərləməyin, sadəcə başa düşün bəsdir. Bu mənasında bu bin yaranır və sizin app'inizi loqlayır. Yəni logger level flow deməli ki, app'inizin istənilən bir yerində xətası imin həmin xətanı log olaraq sizə çıxaracaq Fein client-ilə bağlı. Fein client deməkdir. Bu app bunu çağırır, arada məsələn bu başqa blokdur, bu başqa blokdur. Bir-birini çağırır. Bu arada bir problem yarana bilər ki, son bilməyərsiniz. Amma Fein client logger level problem yaranarsa onu sizə çıxardırsa, bu problem burdadır. Bu onu loglayır. Log nədir? Yəni bir şey çıxardırsa göstərir. Okay. İndi Fein config-i götürürəm, gəlirəm öz app'imə. Bir dənə də config adında package yaradıram. Configuration yəni. Yox, bayaqki klassı atıram bura. Bitdi. Başqa bizim heç nəyə ehtiyacımız yoxdur. Hər şeyimiz hazırdır. BFF-i də run edirəm. BFF ayağa qalxsın. MS monster ayaqdadır. 80-80-də bu ayaqda məni gözləyir. Bu nə deyir? BFF service required being a commerce client that could not be found. Okay, baxaq görək bu nəyə görə tapa bilmir. Bir dənə app'a refresh verək. Təzədən test edək. Okay, parameters for constructor in our service product BFF service required being of type. Burada var. Hə, nə yoxdur bizdə? Baxın, burada bizdə Fein client annotation var. Add Fein client. Bu var bizdə. Bu yox idi bayaqdan bizdə. Fein client'i yazdınız. Bir də Fein client içinə
Bayaq fikir verin, bunu yazdım mən yanımın içində. Bunu görürsünüz. Bunları çağırmazsaq siz, onu da gəlib burada çağıracaqsınız. Bu şəkildə. Yəni, client one bu şəkildə. URL verəcəksiniz, ya onun içində onu çağıracaqsınız. O da necədir? Gəlirsiniz bura. Deyirsiniz ki, URL 2 nöqtə dırna dollar düşünürəm. Sorry. Dollar, bir də bəzəli mütərizəni açdınız. So, indi həmin URL verirsiniz. URL necə gedirdi bizdə? Application.client. Application.client hardan görür? Baxın, application client product ms. Gəlin bura. Application client product /ms. İndi baxaq görə tapır mı? Hop, basıram. Tapmır. Nəyə görə tapmır? Baxaq bunun içinə. Niyə görə tapmadığına. Application client product.ms project in files. Niyə görmür onu da baxın. URL-ın içindədir. Bağlamamışam. Sorry, yes. Bağlamamışdım, düzeysən. Bu application.client.product ms nə deməkdir? Bu necə yazıb o arzuxanda çağırıram. Deyərəm bura, basan kimi getdi bura. Bunun adı nədir? Placeholder'dır. Placeholder verdim burada. Placeholder'ın üstə basanda aparıb sizi çıxardır bura. Mənim clean kodum artıq hazırdır. Nə yapıram edək? Okay, name or value must be provided. Okay, bir dənə də name verək. Bax, burada deyir, name or value must be provided. Deyək ki, name bərabər olsun. Name'i də verək, bu da dollarla da səhv etmirəmsə. Hoppa, belə. Name'i də verək ki, nə bilim, belə bir şey olsun. Nə deyir bu? Okay. Name'i də verək, belə bir şey. Name də hazırdır. Arada nə istəyir məndən? Okay, nə gözləyir bu? Dollar, URL. Nəyi biz görmürük burada olsun? Üstündə gördük hamısını. Okay. Tekrar. Mock name. Mock name yazdıq. Name'i verdim bir dənə mock name. URL da verdim bu. Run edirəm. Service ID not legal host name mock name not legal bir ad istəyir. Bu qədər değişməzsən də. Okay. Dəhşət çox işir hər şey. Halbuki bu seç lazım deyil ha, bu name yazılışı. Fain client ehtiyacı var. Əslində bu filtr veriblər ki, ona görə əslində bu ehtiyac olmayacaq ehtiyacsa. Baxın, bu 80-80-də, bu da qalxdı burada. İçinə girirəm, həqiqətən 80-80 gəlib çağırır. İndi gəlirəm, nə edirəm? Təbii ki, run edəmirəm. Debug edəcəm ki, həqiqətən baxasınız. Söndürürəm. Debuga gəlirəm. Birinci bir dənə bunu test edin, yoxlayayım, bilim ki, bu işləyir də, əmin olun. Okay. Düşdüm bura. App'im harada qalxır? 90-30'da. Deyirəm 90-30 portunla nə gedir? API test. Gəlirəm buraya yazıram ki, API test. Test bir dənə nədir? /test. Okay. /test. Bir dənə request göndərirəm. Həqiqətən test gəldi, bura düşdü. İndi əmin olum ki, işləyir mənim endpoint'im. Deməli, o birləri yoxlaya bilərəm. Biləcəm ki, kodumda okeydir hər şey. Söndürürəm. Bu mənə nədir? Lazım deyil. Bir dənə bura debug qoyuram. Bax, kontrollarıma. BFF-in içindəyim ha. Bir dənə bura debug qoyuram. Bir də keçirəm o bir proyektimi hal-hazırda. Çünki klienti debug qoymur. Yoxdur, body hara qoyacaqsınız. Bir də gəlirəm bura. İndi əsas bura debug qoymuşam. İndi əmin olacağım ki, buradan tullanıb bura keçirmə app. İndi yəni yoxlayaq. Debug modda run edirəm. BFF sayəsində keçirdilər. Yes. İkisi debug modumdan run olsun. Bu qalxdı. Bu da qalxdı. İndi gəlirəm. Request-ı ara göndərəcəm bu create-in içinə. O da məndə var. Bura. Localhost API test. Buraya yazıram. API test. Portum 90-30'dur, 90-30'dur. Bir də create verirəm. /create.
Bu request map'i yazdım. Davamında da create yazdım bunu. API test create. Body məndən nə istəyir? Girib baxıram. ID full name price. ID full name price'ı vermişəm. İndi bir request atıram. Tipim nədir? Endpoint'im post. Post mu göndərirəm? Post göndərirəm. Bir request ataq test edək. Bu gəldi düşdü bura. Düzdür. Girib baxıram ki göndərdiklərim gəlib. Hə, üçü də burdadır. İndi bir dənə də basıram, tullanıram bura. Bir dənə də basanda hop görürüz atdı o bir səpə. Baxın DMS-in içindəyəm. Yəni sizin arada bu appiniz, bu klassınız körpü rol oynadı. Bunun sayəsində məni yadda atdı hara? 80-80 portundakı appə. Baxın, oradan göndərdiyim datalar bura gəlib düşdülər. Bir dənə də göndərirsiniz, bazaya yazdınız. Postmana baxıram, 200. Success aldım. Niyə responsa postman mənə bunu qaytardı? Çünki controller'ın responsuna gəlib baxsaz, controller responsuna demişəm ki, mənə qaytar bunu. Düzdür? Ona görə respons olaraq mənə nələri qaytardı? Üçündə qaytardı. İndi əmin olaq həqiqətən də o bazaya yazıb, yoxsa yox, necə? Gəlirik bura. Əmin olacaq indi hazırda ki, yazıb, yoxsa yox. Burada nə var? Get var. ID-yə görə. Neçə ilə save eləmişdi bazada? 1 ID ilə. 90-30. Aha, əla. API test, bir də ID verəcək. API test, deyirəm 1-i get gətir. Bir görək varmı? 1-i gətirdi, gördünüz. 1 düşüb bazaya. Deməli, həqiqətən də 1-i HK-yə yazıb. Amma desəm ki, get mənə 3-ü gətir. Nə baş verəcək? Yoxdur. 500 xəta. Xətanı harada baxmalısınız? Gəlirsiniz appə. Bax, konsol deyə bir şey var ha, burada görürsünüz. Konsol. Rekord gedir. Qırılsaz da fərqi yoxdur. Yeni üstündən gedəcəm mən təzədən. Rekorddan da baxarsınız. Okay. Və konsola bastım. Okay. Görün konsol nə deyir? Deyir 404 during get to product 3. Adı üstündə deyir 404. Deyirsən ID-ni 3 göndərəndə mən 404 aldım. Tapmadım, içəridə də bir şey yoxdur. Okay. Və göstərir ki, boş massив. Bax, içi bomboş gəlib deyir. Deyir burada kvadrat, bomboş kvadrat. Və bura gəlsə burada xəta yoxdur. İndi bir dənə sadə sual verim. Burada 404 aldım. Burada xəta yoxdur. Niyə? Məsələn, yox, kodda problem var. Yox, kodda problem yoxdur. Requestdə problem var. Mən olmayan şey istədim də, düzdür? Osmanlı 500 verir. Aha. 404 vermir. Okay. Yox, onun biz çünki response entity yazmamışıq. Response entity yazsaz, əlinizdə manual. Onda postman 404 çıxardırsınız. O heç. Amma hal-hazırda response entity mənası bilirsiniz nədir? Bax bu postman terminal 404 verir. Bu 404 koddan qayıdır. Kodda birbaşa response entity yazsaz, o koddakini çıxardır postmana 404. Okay. Yaxşı, biz burada 404 alıb Osmanlı'nızı 500 alır. Çünki postman tanımır. Postman buradakı xətanı tanımır. Postman görür ki, burada bir problem baş verdi. Bax, exception görəndə 500 atır avtomatik. Deyirsən onu anlar, manual kod tamamsa? Yes. Birbaşa else atır 500 verir. İndi bir dənə sualım olur ki, nəyə görə BFF-də mən error görürəm, amma MS-də görmürəm. Hər şey burada okey görsənir. Halbuki işləmir kod faktor 500 atır. Sizcə niyə? Məntiqlə. MS ya o kod. Hə. Niyə? Sorğu buna əsasən göndərmişəm. Çünki servisi biz yazdıq. BFF-də biz yazdıq. Yəni mikroservis ancaq biz görürük. Aha. Yox. Ha. Buradakı şeyləri gözləyirlər, endpointləri gözləyirlər deyə. Okey. Və tam olaraq ona hərtələsə nə deməkdir bu? Məsəl üçün alıbda burada olmayanlar aslında kod ola bilər. Yox. Faktor bayaq işlədək, biz işlətdik birini. Create işlədək. Get də işlədi, bir verdim gətirdim. Konfig qoymuşduq bəzi. Onun mənası nədir? BFF-ə gedir request. BFF-də problem yaşayırsan, deyə mesaj göndərmir request. Fail'ində saxlayır. Qaytarmır. Deyirsən problemlidir sənin kodun. Deyir, mən MS-in eyiblə getmişəm. MS-dən nə respons verim sənə? MS-dən getmir o BFF. Yox, BFF-dən MS-ə gedir. App'iniz işləyir. Frontend gəlir. Frontend çağırır BFF-i. Eyni bu məntiqi göstərəcəm sizə, baxın. Biz front tərəfdən baxırıq, back tərəfdən. Gitmən, hə. Bax. Deyir, bu frontdur. Bu da sizin BFF-dir. Bu da sizin MS-dir. Front gəlir bura. Girir marka seçir. Bu sizdə yoxdur axı deyək ki, abart. Front onu göndərən kimi arxada 500 baş verir. 500 burada göstərir. Çünki frontdan gəlir BFF-ə düşür. BFF-dən də keçirsə gəlib bura düşür. Amma bu gəlib, bu arada bura gəlib çıxdı ha, bu MS-i gəlib görür. Çünki MS-i görməsə hardan biləcək ki 3 yoxdur. Çünki MS-dən gəlib bazaya çıxır. Çeriz MS görürdü onu. Amma MS-i gedib bazaya çıxır. Baxır ki MS-in kodları hamısı qaydasındadır. Okay. Müştərinin istədiyi başqa bir şeydir. Onun kodu BFF-də atır. Və ya demişdim ortaya BFF atırıq.
servisimizdə görürsünüz downtime olmur. Downtime ilə çöküş olmur servisimizdə. Sizin əsas servisiniz sağlam olaraq qalır. Amma BFF ortada olan BFF çöküş baş verir. Çöküş nə deməkdir? Yəni errorlar doğurur orada artıq. Load artır, yükleme artır. Yanında ola bilər ki, MS'də hər şey qaydasında olsun, amma BFF-də Ya BFF-də hər şey qaydasındadır. Sadəcə olaraq xəta olanda BFF onu göstərir. MS göstərmir. MS deyir ki, məndə okeydir. BFF sadəcə deyir ki, məndə xətanı sən göstərirəm, get tap. İkisində də göstərsə məntiqsiz olar. Çünki iki app'in xəta göstərməsi iki dənə ayrı-ayrı pod nədir? Şeydir, kodlarımız yaşayır. Göstərmişəm məsələn qarışıq loqlar. Bu onlardır. Hərəsi ayrı-ayrı podlardadır. İkisi də birdən çöksə də problem dax. Çünki bu məqsəd nədir? Hamı birbaşa buradan gəlib sizin appi çağırmır. Elə ola bilər başqa bir BF-dən gəlib appi çağıran var. Bir dənə BF-ə görə niyə sizin appiniz çöksün ki? Başqa BF-dən gələn işləyirsə. Başa düşdünüz nə demək istəyirəm? Kiməsə görə kimisi yandırmırıq da. İndi bunu da yazdım, göstərdim. Okay. Postmanda. Və mənim göstərmək istədiyim məsələlərdən biri nədir? Hə, bu. Və bunu saxlayıram. Bunu da saxlayıram. Port var, bayaqdan deyirəm. Göndərirəm və port. İndi oynayacağım bundan biraz. 80-81-ə göndərəcəm. Və qalxsın. Hayda. Debugdan qalxsın. Və debugdan qalxır 80-81-ə göndərirəm. Bu da harda qalxır? 80-80-də qalxır. Düzdür? İndi görün nə baş verəcək. Bax qalxdı harda? 80-80-də. Debugda göndərirəm 80-80. İndi bir dənə request atacağam create-ə. Görək nə baş verir. Create request atdım. Gəldi düşdü. Okay, hələ ki okeydir. BFF-dəyəm. İndi bura gəldi düşdü. Bir dənə də bassam gəlib axtaracaq axı 80-81 hardadır. Yox da hələ bir şey. Bax bir dənə də basıram, tapmadı. Gördünüz, tullana bilmir o tərəfə. Qırıldı qaldı. Konsol var burada. Bunu basırsınız göstərir. Bax, deyir connection refused. Bağlantıdan etiraz edildi. Niyə etiraz edildi? Çünki deyir elə bir ayaqda şey yoxdur. Ayaqda elə bir embedded servis yoxdur. Okay? Port yoxdur deyir bir ayaqda. Ona görə xəta atdı. Və yaxud da ki, deyək ki, yaxşı bunu düz yazmısınız. 80-80. Klientdə birdən əliniz deyib səhvən SS yazmısınız. Bax. Bax burada amma product bir dənə S-dəndir. Siz orada 2 dənə S yazmısınız. Əliniz deyib sürüşüb. Bilmirəm necəsə olub. Təzədən request göndərirəm debugdan. Düşdü bura. Gəldim bura. Bir dənə də göndərdim yenə sındı. Konsola baxıram. Deyir 404. 404 nə deyirlər? Sən burada göndərmisən. Product SS. Mən getdim orada onu tapmadım. Product S tax orada. Bir dənə S-dəndir. Ona görə nə verdiysə 404. Xətaya da baxaq. Deyir 400 status 404 error not found. Paz products SS göstərir sizə. Paz-a qədər göstərir ki, gedən araba burada xətan burdadır sənin. Gəlirəm bura baxıram. Hə, deməli burada 2 S-də ola bilər ki, bir dənə S-imiş. Şo. Yəni yerinə qədər sizə nə edir? Göstərir. Təzəcə bu da var. Explain with AI verirsən, kodu göstərir ki, nə harda problem var. Okay. Bu hissəsi bir adi baxın. Bayaq yazmışam fail logger falan yazmışıq. Baxın bura errora. Fail exception. Gördünüz? Log şəkildə göstərir. Deyir exception var fail-dən gəlir. Konkret buna baxanda bilirsiniz ki, həqiqətən problem fail-dədir. Fail client-ə nəsə bir şey, fail client üzündən boşluqlar vermişəm. Aydın oldu? Şo. İndi Məhəmməd, indi sən də zəhmət olmasa diqqətlə qulaq asarsınız. Sıfırdan təzədən üstündən bir dənə də keçib izah edəcəm. Okay. Və burada hər şey okeydir. Burada hər şey okeydir. Sıfırdan üstündən keçməmiş birinci sizdən suallar alım. Maraqlı bir dənə suallarınız var. Təklifləriniz varsa verin. Ondan sonra mən zaten izah edəcəm. Bir dənə də maraqlı bir şey verməsəz də mən sizə suallar verəcəm. Sizin sualınız varsa siz verin. Mən də sual fikirləşirəm. İmkan nöqtəsi başa düşür ki, mən kimi çağırıram. Hissəsi bir portdur. Aha. O 80-80 vermək. Bir də ki şey yaram. Post. Endpoint'in URL. Yes. Post Yes. bil ki, mən onu kimi çağıracam. Tam nöqtəsini deyirəm, o istəsin. Qırılma nöqtələri olardı. Ya URL səhv yaza bilərsən, product SS var ya da SS falan. Ya onu səhv yaza bilərsən, ya axtardığın portu səhv yaza bilərsən. Hər bir halda bura çıxmayacaqsan. BFF-i başa düşməyə kimi nəyi çağırdım, o istəsin nöqtəsini deyirəm. Aha. 2 dənə o istəsin. Hə. URL-də bir də port. Biz BFF-i istifadə edirik. Ona görə ki, front back'in yazdığı kodu gəlib BFF-də görür. Aha. Düzdür. BFF-ə də biz onu MS-dən ötürürük. Qəşəng. BFF nə deməkdir açılışı? Back, front. Okay. İndi biz mikroservisdə özümüz yazdığımız kodu Hə. fronta
ötürəndə belə deyək də, front da Java ilə işləyir, düzdürmü? Yox, front React-la falan işləyəcək orada. Ha. Yəni front birbaşa MS-ə girib başa düşə bilir biz yazdığımız kod. Yox, front başa düşməyə deyil problem. Front məsələn sənin komanda yoldaşındır. Sənin komanda yoldaşın sənin həmkarındır. Ən pis yerində bonusumuz birdir. Sənin fail non-fail sayılır. O heç bir halda bir şey eləyəsi deyil. Sadəcə bir qanuna uyğunluqdur ki, bir request çöldən gələndə frontdan birbaşa MS-ə buraxma onu. BFF-dən burax. BFF-dən burax filtrləri BFF-də ver. BFF-dən bu keçsin çıxsın ora. Keçirsə keçsin, keçmirsə orada qalsın. Durduq elə risk düz yanlış requesti birbaşa MS-in üstünə atma da. Mən sualım istədim. Bu filtrləmə nəyə görə lazım? Bir case var ki, ona görə deyirlər ki, burada BFF lazımdır. Mən deyim, real bir praktika deyim. Bax, mən bir dənə komandayam bankda. Mən bir hansı komanda, servis komandasıyam. Məsələn, atıram bu dəqiqə Hyundai servisi yoxdur, zapças düzəldir bu fer. Mən bir dənə nöqtədəyim. Məndən amma 40 yerdən gəlib alırlar. Mən amma mən MS-əm, microservis mənəm. Məndən amma alır. Amma 1000 dənə BFF gəlib məni çağıra bilər. O gəlir, alverçi də BFF. Makler gəlib mənim evimi buna verir, ona bunu. MS bir dənə olub, BFF bir dənə ola bilər. Ha, MS mənəm. Amma mənim çöldən, mən klientam artıq. Çöldən mənim atıram Hyundai deyiləm. Məndən Audi zapças ala bilər, BMW ala bilər, fərqi yoxdur. Müxtəlif insanlar ala bilər ailə olaraq. Yəni burada da eyni məntiqdir. Avtoboy MS-in özüdür. Çünki bütün data oradan çıxır, qaynaq odur. Oradan qaynayır. İndi bizdə kapitalda necə işləyir? Bir dənə böyük core komanda var, hansı ki bütün əsas təməl servisləri onlar yazırlar. Və onlar yazıb ortada dayanırlar. Biz gedirik, biz onları çağırırıq. Başqa çağıranlar var, lap başqa çağıranlar var. Onlar cürbəcür komandalar çağırır. Amma bunlar dayanmırlar çünki MS-dilər. Və onlara girişi birbaşa verməyiblər. Hamının öz xəttindən gəlir. Məsələn, bizim komanda öz xəttindən gəlir. Başqa komanda öz xəttindən gəlir. Bildiniz necə? Heç kim birbaşa tullamağa icazəsi yoxdur. Və onda fan client-in əslində rolu odur. BFF indi başqa mövzudur. Amma fan client-in əsas rolu deməkdir ki, mənim yazdığım bir əpi mənim əpim kənarında olan istənilən bir şəxs gəlib çağıra bilsin, əgər mən icazə versəm bu arada odalara, icazə versəm. Bizdə kapitalda bütün əplərin hamısı sertifikatla işləyir. Yəni sən duruq edit fan client qursan, endpoint-ləri düzəlt, ya request getməyəcək ora. Komand özündə olmalı, Sən bax,